Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Kanala bəri başdan deyim, abunə olub, like verməyinizi və bir 5 dənə hərflə sağ ol, salam, necə, kommentari yazmaq heç bir problem deyil. Sizin üçün böyük bir problem deyil, mənim üçün böyük bir dəstəkdir. Zəhmət olmasa bunu eləyək. Mən isə bugünkü videomuzun mövzusuna keçəcəm. Azərbaycanda bu dəqiqanın özündə dələduzluq baş alıb gedibdir. Dələduzluq nə barəsində? Azərbaycanı axır zamanlar təəssüflər olsun ki, Qastarbayter ölkəsinə dönübdür. Mən qabaq belə bilmirdim. Konkretmi Qastarbayter ölkəsi olubdur. Nəyə görə? Ucuz iş qüvvəsinin adından Avropaya belə gedə bilərsiniz. Avropada gündə 200 qazanacaqsınız, 150 qazanacaqsınız, onu eləyəcəksiniz, bunu eləyəcəksiniz. Bu sözlərlə çox dələduzlar TikToklarda səhifələr açırlar, onu eləyirlər, oradan, buradan cəmaatı çağırırlar ofisə, bizə pul verin. Hətta qorxularından bunu sizə deməyə niyə hel eləyirlər? Qorxularından siz hətta onların canlılarında, videoların altında yazanda ki, qiyməti nədir, xərci nədir, heç vaxt demirlər, ona görə ki, o subutdur. DM-də göndərildi, şəxsidə yazıldı. Yəni belə şeylərlə cəmaatın başına papış höyrə-höyrə, necə deyim, öz aləmlərində biznesmendilər, pul qazananlardılar, rekruterlərdilər. Yəni bu heç bir düzgün hərəkət deyil. Azərbaycanda 99,99% nə deyim, elə 100% elə bir şirkətlərin 100 deməyək, indi cüzi bir nöqtə faizi ola bilər ki, düzgün işləyər. Amma 99,99% maşenliklərdir. Yalandan cəmaata deyirlər ki, gəlin bizə notariusda pul verəcəksiniz, müqavilə üzərində belə eləyəcəyik, elə eləyəcəyik, sizi göndərəcəyik Avropaya, göndərəcəyik İngiltərəyə, göndərəcəyik Çexiyada bu iş var, Germaniyada bu iş var, orada bu iş var, burada bu iş var. Hələ bəzi radioları utanmırlar, elə bir şeylərin adı, balaca şirkətçiləri çağırırlar özlərinə ki, hə, bax sizə müraciət eləyəcəklər belə. Ya başa düşə bilmirəm kimlərin icazəsindən belə hərəkətlər olur. Əslində düzgün deyil. İlk öncə insanların öz insanı Azərbaycanlılara deyirəm və hər bir şəxsə deyirəm. Biraz maarifli olun, biraz gözü açıq olun, biraz bilin ki, gedib harasa işə düzəlirsinizsə da iş yeri sizə pul verməlidir, siz iş yerinə yox. Bu Azərbaycan temasını beyninizdən çıxardın ki, harasa işə düzəlmək üçün kiməsə pul vermək lazımdır və məni işə götürmək üçün mən gələk pul verəm, məni aparsınlar, işə qoysunlar. Mən gedəcəm, əlim ayağım təmiz, gedib işdə işləyəcəm. Əslində elə olmayacaqdır. Burada nə qədər adamlar gördüm ki, Montenegro vizasız olan ərəfələrdə nə qədər 2000, 3000 manat pul verib gələnlər olub bura. Serbiyanın özünə indi cəmaatdan 3000, 4000, 5000 manat pul alırlar cəmaat aparmağa ora. Aparırlar bomjatnikdə yaşadırlar. Aparırlar bomj vəziyyətində cəmaat qalır. Pulunu qazana bilmir. Ya gündə 18 saat eşşək kimi işləməlidir, ya pasportun əlindən alırlar, güya sənəd düzəldirlər, sənəd düzəltmirlər. Tək Serbiyada yox, elə Montenegroda, Serbiyada, Avropada, yəni bunların hamısı çoxlu belə yalan söhbətlər eləyənlər var. Belə şeylərə inanmaq lazım deyil. Yalandan aparıb pulunuzu verib, fikirləşməyin ki, gələcəksiniz burada ya Avropada sizi aparacaqlar, milyonlar qazanacaqsınız. O söhbət yoxdur. Oralara hel eləməkdənsə də ondan sonra başqa vizasız ölkələrə gedib rahat elə. Serbiyanın özü də vizasızdır. 5000, 4000 manat kiməsə verməkdənsə də biletinizi alın, gəlin. Dil bilmək, çox vaxtı da deyirlər ki, arada mən də demişdim ki, gəlmək istəyənlər, həyatını dəyişmək istəyənlər, videomda var, köməklik eləyərəm. Köməklik eləyərəm o demək olmadı ki, mən kiməsə bilet alacağım, kiməsə müftəlik eləyəcəm. Xeyr, yəni haradasa yolun izini göstərərəm. Bu söhbəti eləyəndə gördüm, çox insanlar yazır və öz vıvıdlarımda belə düşündüm ki, suallar var. Dil bilmək vacibdir. İlk öncə hansısa ölkəyə gedirsinizsə da dili bilməlisiniz. Dil bilməyəndən sonra siz heç kimə burada lazım deyilsiniz. Ya gəlib hansısa Azərbaycanlıla, türklə qul kimi işləyəcəksiniz. Sabahçı gün 3 aydan sonra da 90 gün bitəndə vizasız ölkədirsə da sizi özləri də elə yola salacaqlar ki, elə deport olub bir yolluq gedəcəksiniz. Hələ 5 qəpik, 3 qəpik pulunuzu ala bilsəz sevinəcəksiniz. Yəni belə şeylər var. Bu maşenliklərdən, nə bilim, bu səhifə açanlardan inanıram ki, Azərbaycanda kiber cinayətlərə qarşı polis var. Yəqin ki, bunlarla da bir məşğul olar. Ən azından bu video bu polislərin də qabağına çıxır. Hamısı
inanıram ki, Azərbaycan polisi də baxacaqdı ki, bu cəmaatı bu qədər alladan, cəmaatdan bu boyda pul alan, cəmaatı nə bilim gətirib bu Avropalarda, düzlərdə, xariclərdə, başqa ölkələrdə, düzlərdə saxlayanlara tədbir görülməlidir. Ən azı 10 il, 15 il iş verilməlidir ki, ağılları başına gəlsin ki, ağır cəza olmasa, bunlar ağıllanası deyil. Şirkətlərinin adlarını dəyişirlər. Hər səfər başqa-başqa xanımlar çıxardırlar, efirə danışdırırlar. Bu belə oldu, bu belə oldu. Ya nə bilim, cəmaat durur belə, pasportundan durub belə danışır ki, bax mən aldım, mən gedirəm. Onlar hamısı podstavno şeylərdilər. Bir də deyirəm, 99,9% hamısı yalan danışırlar. Belə yalancılıqlara aldanmayın, imkan verməyin siz aldatmağa. Vallah, Allah hamd olsun, burada neçə dənə adamı aeroporta özüm aparmışam. Yeri gəlsə təmənnasız aparmışam. Ona görə ki, burada düzlərdə qalıbdı. Biraz gözü açıq olun, biraz necə deyim, nə qədər belə inanmayın ki, sizə kimsə, ay filan kəs bax, filan kəsin əmisi oğludur, xalası oğludur, bu belədir, bu belədir. O söhbət yoxdur. Heç bir insanda yadınıza saxlayın, ataların bir sözü var. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Çox insanların özü də pastradat eləyirlər deyən, çalışırlar gələcəkdə də elə eləsinlər ki, başqası da o problemi yaşasın. Təəssüflər olsun ki, belədir. Bu şeylər, hətta yerlər var ki, gətirirlər insanların əllərindən pasportuna kimi alıb qul kimi işlədirlər. Bu yaxınlarda həmən o qul olan insanların biri mənə intervyu verəcəkdir. Necə ki, hətta onun, necə deyim, elə bir şəraitdə saxlayıblar ki, elə bir şəraitdə olubdur ki, bu insan. O insan mənə söyləyəndə onu telefonda, Allaha and olsun, Quran haqqı tühlərim biz oldu. Biz oldu ki, yəni adamın, necə deyim, adam bilmirsən ağlayasan, bilmirsən qışqırasan. Yəni hətta mən o şeyləri telefonda eşidəndə bu insana nələr yaşadıblar. Nə qədər şeylər var. Sonra girdirmə iş təklifləri gəlir. Serbiyadan, siz ancaq kazinoda duracaqsınız, nə bilim, belə online nəsə paylayacaqsınız, bunu eləyəcəksiniz, onu eləyəcəksiniz. Onu da reklam eləyən kimdir? Azərbaycan xanımlarıdır, bir iki dənə xanımdır. Onların özü də orada qul şəraitindədir. Sadəcə zorundadılar. Siz bu şeyləri nəyə görə, mən istəyirəm ki, mən nəyə görə bunları danışıram? Gözünüz açıq olsun. Ben indi kommentariyada yazanlar olur ki, güya sən millətin bəli, millətin qayğısına qalıram. Ona görə ki, çox insanların bəyənmədiyi Rus segmenti, Rus dili, Rus sektoru, Rus segmentində bu barələrdə informasiya çoxdur. Ona görə Rus dilini bilən xalq, Rusiya xalqı biraz gözü açıqdır. Biraz bilir ki, orada alladarlar, burada alladarlar, belə eləyərlər, elə eləyərlər. Bizdə yoxdur. Telegramda o boyda mesajlar gəlir. O boyda maşenniklər, iş təklifləri, ona aldanıb gedənlər var. Amma təəssüflər olsun ki, o gedən insanlar da hətta canlarını oradan qutaranda danışmağa belə, söhbət eləməyə belə bu barədə qorxurlar, çəkinirlər, istəmirlər və yaxud susurlar, utanırlar ki, heç kəs bilməsin ki, bunlar getdilər ablajatsa oldular. Başa düşürsünüz nə demək istəyirəm? Yəni bir moment var ki, necə deyim, aşıbqa выжившего da, sağ qalmışın səhvi. Yəni ancaq danışan deyir, mən gəldim, baxın, görün vəziyyətinə. Elə söhbət yoxdur. Hətta hansısa insanda nəsə alınmırsa da çox insanlar o barədə danışmırlar. Demirlər, utanırlar, çəkinirlər, o nə deyəcək, bu nə deyəcək, bu məsələyə görə və yaxud istəmirlər onu paylaşmaq. Bu şeylərə görə mən istəyirəm ki, necə deyim, Azərbaycan segmentində Azərbaycan dilini bilən insanlar, Azərbaycan dilində sizə danışıram. Mən sizə durub demirəm, baxın filan kəsə söydü, filan kəsi dedi. Ma все равnodur. Ma dəxli yoxdur. Kim kimə söydü, kim kimdən üzr istəyirəm ifadəmə görə, kim kimdən yatır, kim kimdən durur, kim kimə göz qaş eləyir, kim kimə, nə bilim, baş qoz eləyir. Bunlar mənim üçün deyil. Mən sadəcə istəyirəm ki, Azərbaycanlı, Azərbaycan cəmiyyəti, Azərbaycan cavanı təəssüflər olsun ki, 70% biraz gözü bağlıdır. Safdımı deyim, maarifsizdirmi deyim, belədir. Hardansa nəsə gələndə başına aşağı sallayır, deyir gedirəm. Gələndə də görür ki, o deyil. Məcburiyyət qarşısında da gastarbayter kimi, hambal kimi işləyir. Licbi deyir, biletim düzəlsin, o düzəlsin, bu düzəlsin, gedim. Belə olmuyor. Gözü açıq olun. Harasa getmək istəyəndə də düşünmək lazımdır. İlk öncə özünüzə güvənəcəksiniz. Ona görə də
harasa gedəndə yoxlanmış bir şirkətdirsə, yoxlanmış necə olmalıdır? Bir nəfər, 2 nəfər yox, 5 nəfər, 10 nəfər konkretni həll eləyibsə də özdəki adekvat qiymətə. Yəni viza olmayan ölkəyə 5000, 4000 manat almırlar. Bunu alırlarsa bu konkretni dələduzdur. Və inanıram ki, Azərbaycan polisi də belələrinin tədbirini görəcəkdir. Görməlidir də. Yəni durub o cəmaatın, necə deyim, axırıncı pulunu əlindən alıb cəmaatı belə çöllərə, düzlərə salmaq deyil. Mən şəxsən özüm Azərbaycanda olanda zəng elədim birinə. Mənə qayıtdı telefondakı, deyirəm, indi özümü biraz belə, laf belə şeyliyə vurdum da, ki, heç nədən başım çıxmır. Dedim, belədir, elədir, deyirəm, kredit götürür. Nə götürürsən götürür, gətir mənə deyir, 13.000 manatdır. Mən mənə qulaq assansa da, yadında saxla, sənlə danışan mən idim, xiyar. Başqa cür deyənmir, sən xiyarın yekəsisən. Yəqin sizdə xiyarlar nəslidir. 13.000 manatı deyir, mənə gətir. Mən səni göndərəcəm Londona. Mənə dəxli yox deyir, hardan istəyirsən kredit götür, istəyirsən evini sat. Sən üzünə tüpürüm mən şəxsən. Bütün Azərbaycan tüpürsün səni kimi düşüncədə olan şərəfsizlərin üzünə. Cəmaatı, necə deyim, müflüz eləyib cəmaatın na çujom goре в рай попасть eləmək istəyənləri, başqasının problemində cənnətə düşmək istəyənlərin üzünə tüpürüm. Olmaz belə. İnsan biraz düşüncəli olar, biraz fikirləşər ki, qarşısındakı da bir insandır, gəlib nəyəsə ehtiyacı var. Maşennik, bir də ki, belə maşenniklərə, belə insanlara müflüz eləyənlərə cəzası artırılmalıdır. 1 il, 2 il, 3 il yox. Bütün nə varı mülkü var, nə dövləti var, hamısı tək özündən yox. Bunlar bicdirlər. Tək özündən yox. Bunlar onun adına format eləyirlər, onun adından alırlar pulu, onun kartına göndərirlər pulu. Yəni belə şeylər var. Elə yox. Bunların bütün pervastipenli qohumlarının əlindən hamısı alınmalıdır. Konfiskasiya olmalıdır. Cəmaatın borcu ödənilməlidir və özlərinə də ən azı 8 ildən, 10 ildən başlayan iş verilməlidir ki, başqalarına ibrət olsun. Cəmaatı gətirib düzlərə salmasınlar. Adam utanır. Mən belə deyim, Rusiyada mən yaşamışam. Rusiyada mən bomj Azərbaycanlı görməmişəm. Çöldə yatan Azərbaycanlı görməmişəm. Nəyə görə? Ona görə ki, Azərbaycanlı ömrü boyu mən görməmişəm. Harava daşısın, qastarbaytarlıq eləsin. Azərbaycanlı həmişə biznesmen olubdur. Amma təəssüflər olsun ki, mən gəlib Montenegroda, belə pis çıxmasın, Avropa kontinentidir. 600 minlik bir ölkədə bomj Azərbaycanlı görürəm. Çöldə yatan Azərbaycanlı görürəm. Serbiyasıdır onu kimi. Nə bilim, Albaniyasıdır onu kimi. Yatmağa yeri olmayan skameykada yatan adam görürəm. Azərbaycanlı. Adam utanır bundan. Ona görə ki, onu da gətirib elə vəziyyətə salan, həmən o Azərbaycanda olan viza dəstəyi deyən özlərinə bir bu şeylərdilər. Nədir onun adı? Dırnaq arası şirkət. Şirkət də demək gəlmir adama. Bambılılardılar. Onlar bambılıdılar hamısı. Biraz bu bambılılar da azalsın deyən, ay cəmaat, biraz başınızı aşağı salıb, ay qardaş, kömək elə gedirəm, o da deyir, gətirmə, 3000'i ver, aparıb vermə o pulu. O 3000'i qoy cibinə, vizasız ölkədir. 200-300 manatına biletini al, get. Nəysə, bu günləri tək bu gün deyil. Nə qədər bu videonu çəkmək istəyirdim sizdən söhbət eləyək, danışım bu barədə. İndi də bunu danışıram. Xahiş edirəm, video like verin, abunə olun, nə bilim, komentari yazın və komentaridə yeni bir kanalıma link qoyacağım. Orada öz hisslərimi muzikada, mahnılarda paylaşıram. Baxa bilərsiniz, dinləyə bilərsiniz, qulaq asa bilərsiniz. Nəysə, hamınızı öpürəm, bağırma basıram. Azərbaycanlılar, mən də Azərbaycanlıyam. Biraz marifli olaq, biraz göz açıq olaq. Özünüzdən müğayət olun.